Zamanlar olur ki, həqiqəti demək insana çox baha başa gəlir. Bilirəm bunu həyatınızda təcrübə edibsiniz. Hətta mümkündür ki, həqiqəti demək insanın ölümünə də bais olsun. Fərz edin, məhkəməyə çağırılıbsınız ki, mafiya dəstəsindən bəziləri haqqında şəhadət verəsiniz. Və hər gün dalbadal sizə telefon olur və eşidirsiniz ki, əgər şəhadət verəsən, səni məhv edəcək. Görün, nə qədər həyat belə vəziyyətdə sizin üçün qorxulu olar. Yəni ki, işlədiyiniz idarədə böyük oğurluqlar olur və sizin onlardan xəbəriniz var. Amma bilirsiniz ki, əgər ağız açıb onları aşkara çıxardasınız, idarə bağlanacaq və nəhayət siz də işdən atılacaqsınız. Belə bir zamanda nə düşünəcəyinizi aya bilirsiniz? Əgər qədimi bir dost tərəfindən yalan böhtanlar sizə atılsa, nə fikr edərsiniz? Bəli, həqiqəti demək belə zamanlarda çox çətin olur. Bilirsiniz, ilk məsihlər İsa Məsihə nə adı vermişdilər? Əmin şahid. Onlar İsa'nın Pərverdigar haqqında necə danışdığını gözləri ilə görmüşdülər. İsa tarı haqqında sədaqətlə danışırdı. İsa'nın tarıya olan vəfasında əsla şübhə yox idi. Onlar İsa'nı əmin bir şahid tanıyırdılar və bu tanışıqda onun öz sözünə isnad edirdilər ki, demişdi, mən bunun üçün atadan oldum və bunun üçün bu dünyaya gəldim ki, həqiqət haqqında şəhadət verim. Keçən bərnamələrdə İsa'nın müxtəlif mövzular haqqında dedikləri sözlərdən sizə danışdım. Bu bərnamədə onun özü barədə dediyi sözü eşidəcəyik. O zaman ki, İsa Yahud rəislərinin tərəfindən tutulub onların məhkəməsinə gətirilir, baş kahin ondan soruşur, aya sən Tanrının oğlu Məsihsən? Əgər sizə İsa'nın burada nə təhlükəli bir vəzdə olduğunu açıqlayım, aydın görərsiniz ki, əmin bir şahid olmaq və bu sualın qabağında həqiqəti demək nə qədər çətindir. İsa yaxşı bilirdi ki, bu sualın arxasında nə var? Onu gecə yarısı gözlərdən gizlin tutmuşdular. Yahud məhkəməsində neçə nəfər pul alıb, yalandan onun əleyhinə şəhadət vermişdilər. İsa bilirdi ki, Yahudilərin rəisləri nə qədər ondan nifrət edirlər. Burada İsa'ya dəhşətli ittihamlar vurulmuşdu və indi açıqca ondan soruşurdular, aya sən Tanrının oğlu Məsihsən? İsa bilirdi ki, bu suala bəli cavab vermək nəyə başa gələcək? Bu da elə həmən fürsət idi ki, onun düşmənləri axtarırdılar. Belə zamanda bu suala cavab vermək və həqiqəti demək doğrudan da şəhamət istəyir. İnsan dostları arasında olan zaman, tərəfdarları arasında olan zaman həqiqəti rahatca deyə bilər. Xüsusən o zaman ki, eşidənlər onun dediklərindən tərəfdarlıq edirlər. Çox rahatdır adam o əqidə barəsində danışsın ki,
insanlardan çoxları onu qəbul ediblər və danışarkən sən üçün əl çalırlar, hura çəkirlər. Amma həqiqətdən danışmaq, həqiqəti demək o zaman çətin olur ki, bilirik eşidənlərin onu eşitməkdən acıqları gəlir. Bilirik ki, bu həqiqət onları xoşlandırmır. Belə zamandır ki, qorxu vücudumuza hakim olur və dilimiz başlayır tutulsun. Qorxuruq ağzımızı açıb həqiqəti deyərkən özümüzü əzablara salaq, intiqad eşidək. Belə zaman yaxşı bilir ki, kimsə arxamızda durub bizdən tərəfdarlıq etməyəcək. Tək tənha olduğumuzu bilirik. Blaise Pascal'ın bu barədə gözəl bir sözü var. Pascal deyir, xoş bir bəxt bizim mənsəbimizi nə qədər ucatsa, eyni halda o qədər də bizi həqiqətdən uzaqlaşdıra bilər. Çünki bu qorxunu ürəyimizə salır ki, elə adamları incidək ki, onların bizdən tərəfdarlıq etməkləri bizim üçün faydalıdır. Belə zamanlarda cürət etmirik ki, elə adamların ziddinə danışaq ki, bilirik bizim üçün çox təhlükəli olacaq. Bilmirəm, Aleksandr Soljenitsini tanıyırsınız ya yox. Soljenitsin komünistlərin ziddinə çox mətləblər yazardı. Onun lap məşhur əsəri Qulag adındakı kitabıdır. Yadıma gəlir, Sovyet təbliğatı onun bu kitabı ziddinə nə qədər ona böhtan atırdılar. Lakin bu adam bu müthiş zorun altında tab gətirib sözlərinə qorxusuz davam verirdi. O 1974 ilində komünistləri aşkar aydın yalancı dəstəsi çağırdı. Soljenitsin bilirdi ki, KGB məmləkətin abırı üzündən onu öldürməyə cəsarət etməyəcək. Amma İsa Məsih üçün belə bir ümid yox idi. Beynəlxalq ruznamələr ondan himayət etmirdilər. Azad dünya ona xoş gəldin deməyə hazır değildi. O gecə onun səsini fəqət o adamlar eşidirdilər ki, onun qanına susuz idilər. Və onların arxasında da qana susuz olan Rum imperatorusu dayanmışdı. Əgər İsa o gecə Tanrının oğlu olduğuna, Məsih olduğuna etiraf edirdi, gecə başa çatmamış qanı töküləcəkdi. Amma İsa bunların hamısını bilən halda o sualın qabağında cavab verir. Bəli, Tanrının oğlu Məsih mənəm. Və siz görəcəksiniz ki, insan oğlu necə qadir mütləqin sağ tərəfində oturub buludlar arasında gəlir. İsa bu cavabla düşmənlərinin arzu çəkdiklərini onlara verir. İsa o xətir zamanda da həqiqəti deyil. İsa şəhamət nümunəsidir. Ya hep benzeyirsin ətirliklə Uzaqdan mən sən qoxladım bəsti Sən də etdin günahlar elə
mən çarmıxa mıxladım bəsti. Ata, ay ata, özümü özüm üçün saxladım bəsti. Ata, ay ata, özümü özüm üçün saxladım bəsti. Özümü özüm üçün saxladım bəsti. Rəb öz ilə mənə yol çəkib, bu yolda irəli çıxmadım bəsti. İmanla iblisin belini büküb, ayaklar altına yıkmadım bəsti. Ata, ay ata, özümü özüm üçün saxladım bəsti. Ata, ay ata, özümü özüm üçün saxladım bəsti. Özümü özüm üçün saxladım bəsti. Lütfunla yeniden geldim həyata, əllərimə latıb əlindən tutar, ruhumu əlinə verirəm ata. Özümü özüm üçün saxladım bəsti. Ata, ay ata, özümü özüm üçün saxladım bəsti. Ata, ay ata, özümü özüm üçün saxladım bəsti. Özümü özüm üçün saxladım bəsti. Mənə sən vermişsən, məndə nə varsa, niyə peşman olum hər şey qutarsa? Bugün sözlərimdən rəb uzanırsa, yenə də özün verdiyi səsdir. Ata, ay ata, özümü özüm üçün saxladım bəsti. Ata, ay ata, özümü özüm üçün saxladım bəsti. Özümü özüm üçün saxladım bəsti. Özümü özüm üçün saxladım bəsti. Ama İsa'nın şehameti başka bir şeye bağlıydı. İsa
dediyi həqiqətdən arxayın idi. O qədər arxayın idi ki, bu həqiqətin yolunda əzab çəkib ölməyə də hazır idi. İsa'nın bu şəhaməti aydınca bunu göstərir ki, dediyi həqiqət barədə nə qədər arxayındır. Əgər Mərqos yazdığı İncili oxuyasınız, görəcəksiniz ki, İsa çox zamanlar adamlara qədəğən edir ki, onun həqiqətən kim olduğunu hər yerdə car çəkməsinlər, hər yerə yaymasınlar. Mərqos bir yerdə belə nəql edir. İsa çox naxoşları cürbəcür naxoşluqlardan şəfa verdi və çox adamlardan napaç ruhları qovdu və napaç ruhlara danışmaq icazəsi vermədi. Çünki onun kim olduğunu bilirdilər. İsa şəfa verdiyi düzamlıya deyir ki, onun haqqında kimsəyə bir şey deməsin. O zaman ki, çarəsiz adamlar onun ayağına düşüb nida edirlər, sən Tanrının oğlu Məsihsən, İsa onları bunu açıqlamaqdan mən edir. Yayros'un qızının ölümünü xatırlayırsınız. İsa gəlib bu ölünü dirildir. Sonrası da onlara əmr edir ki, onun kim olduğu halda heç kəsə bir şey deməsinlər. O zaman ki, Petros İsa'ya deyir, sən vədəsi verilmiş Məsihsən, İsa ona əmr edir ki, bu barədə bir şey deməsin. İsa nə üçün istəmirdi onun kim olduğu hər yerə yayılsın? Nə üçün istəmirdi ki, insanlar onun vədəsi verilmiş Məsih olduğunu anlasınlar? Səbəb bu idi ki, İsa onların amaclarını bilirdi. Onlar bunu bilincə çalışacaq idilər ki, siyasi bir hərəkət edib onu özləri üçün padişah etsinlər. Mövud olan Məsih peyğəmbərlərin dediklərinə görə səltənət üçün gələcək idi. Amma siyasi bir səltənət üçün yox, ruhani bir səltənət üçün, bölgəyə hökm sürmək üçün yox, insanların ürəyinə hökm sürmək üçün. İndi baş kahin Tanrıya and verirdi ki, onlara özünün kim olduğunu açıqca deyir. Və İsa həqiqəti onlara deyir. Mövud olan Məsih olduğunu açıqca onlara aşkar edir. Tanrının oğlu olduğunu açıqca onlara deyir. İsrailin mövud olan ümidi, dünyanın xilaskarı. İsa kim olduğunu yaxşı bilirdi və həqiqəti onlara açıqlayır, onlara deyir. İsa'nın sözü boş bir söz değildi. O həqiqətən kim olduğunu adamlar arasında ispat etmişdi. Naxoş adamlar sağalmışdılar, körlərin gözləri açılmışdı, karlar eşitmişdilər, çoraqlar yermişdilər, dəlilər ağıllaşmışdılar, hətta ölülər də dirilmişdi. Niyə? Çünki İsa Tanrının oğlu idi. Çünki İsa mövud olan Məsih idi. Qardaşım, bacım, İsa həqiqəti dedi. Çox adamlar onun dediyinə inandılar və həyatları dəyişildi. Qaranlıq dünyasından nur dünyasına keçdilər. Naxoşluqları sağaldı, müşkülləri çözüldü, qorxulardan azad oldular və həyatları günah əsarətindən qurtardı. Amma bir iddədə bu küfrdür deyib İsa'ya inanmadılar. Və qaranlıq dünyasında müşkülləri əlində qalıb öldülər. Bu hekayə indi hər gün sürür əzizim. Görəsən, sən hansı tərəfdəsən?
həqiqətə inananlar arasında, yayın ki, bu küfrdür deyənlər arasında. Amma istəyirəm biləsən ki, həyatının qədəri hansı tərəfdə olduğuna bağlıdır. Ucalarda olanın pənahı altında oturan, hər şeyə qadir olanın kölgəsi altında yaşayar. Rəbbim haqqında danışıram. O mənim sığınaq yerimdir. O mənim qalamdır, mənim tarım. O ki, ona təvəkkül edirəm. Yəqin ki, o səni ovçunun torundan qurtarar, ölümlü taundan. Səni pərlərinin altında örtər, onun qanadları altına sığınarsan. Onun etibarlı olduğu sənin qalxanındır, sənin sipərindir. Nə gecənin qorxusundan qorxacaqsan, nə də gündüzdə uçan oxtan. Nə qaranlıqda gəzən taundan, nə də günorta hər şeyi viran edən qırğından. Yanında 1000 nəfər, sağ tərəfində 10.000 nəfər düşərlər, amma sənə yaxınlaşa bilməzlər. Ancaq gözlərinlə baxarsan, pis adamların cəzasını görərsən. Çünki deyibsən, Rəbb mənim pənahımdır. Çünki ucalarda olanı özün üçün məskən edibsən. Müsibət sənə toxuna bilməz, fəlakət sənin çadırına yaxınlaşmaz. Çünki sənin üçün mələklərinə fərman verəcək ki, bütün yollarında səni qorusunlar.
Onlar səni əlləri üstə saxlayarlar ki, ayaqların bir daşa dəyməsin. Aslana, sağır ilan üstünə ayaq basarsan, şir balasını, əjdahanı ayağın altında əzərsən. Çünki məni sevir, onu qurtaracağam. Çünki mənim adımı çağırır, ona başı ucalıq verəcəyəm. O məni çağıranda mən ona cavab verəcəyəm. Zəhmətdə onunla olacağam. Onu qurtarıb ehtiramını artıracağam. Onu uzun bir ömürlə doyuracağam.